Ermənistanın Prezident Administrasiyasının İctimai Əlaqələr Şöbəsinin təşəbbüsü ilə Azərbaycanda Erməni Fobiyası adlı kitab nəşr olunub. Kitabda Azərbaycanın dövlət başçısı, siyasi xadimlər, siyasətçilər və bir çox mətbuat redaktorlarının Ermənistanın işğalçı siyasəti və Azərbaycanlıların kütləvi şəkildə amansızlıqla qətrə yetirilmələri haqqında deyilən sözlər yer alıb. Lakin bunların əsasını ermənilərin anladığı kimi ermənilərə qarşı fobiya deyil, ermənilərə qarşı nifrət təşkil edir. Çox güman ki, ermənilər Azərbaycanın dinc əhalisini amansızlıqla qətlə yetirdiklərini unutmayıblar. Nə qadınlara, nə uşaqlara, nə qocalara acımadan işgəncələr veriblər. Məhz o səbəbdən düşünürlər ki, indi Azərbaycanlılar onlardan qorxmalıdır. Düzdür, Azərbaycanlılar da bunu unutmur və heç vaxt unutmayacaq. Hər bir tərəfdən düşünəndə ermənilər işğal etdikləri torpaqlara və törətdikləri qətliamlara görə Azərbaycanın düşmənidir. Sağlam düşüncəyə malik hər bir kəs anlamalıdır ki, düşməndən qorxmazlar, düşmənə nifrət edərlər. Düşünürəm ki, Ermənistan tamam başqa abu-havada tərbiyə alır və onların aləmində düşməndən qorxmaq gərəkir. Bununla yanaşı kitabın nəşrində bilavasitə dəstək olan Ermənistanın Prezident Administrasiyasına sual ünvanlamaq istərdim. Kitabın nəşr olunmasına dəstək olan administrasiya heyətindən kimsə o kitabın içindəkiləri bir dəfə də olsa oxuyubmu? Kitabın içində ermənilərin işğalçı siyasəti və separatçı rejiminə qarşı fikirlər yer alıb. Sizcə bu fobiyadırmı? Ermənistanın dövlət başçısı assambleyalarda yatmasaydı, indi bunu anlamış olardı. Əfsus ki, yatıb. Əsir fobiya isə ermənilərin Rusiyanı itirmək qorxusudur. Dırnaq içərisində müstəqil Ermənistan Respublikası da özünü 7 yaşlı pioner kimi aparır. Boyunlarındakı qırmızı qalstuku çıxarıb erməni icmasını Gömrü İttifaqı kimi uğursuz atdığı addımın ardından susturmaq üçün ağızlarını bağlayıblar. Bax, bu əsir fobiyadır. Ermənistanda Rusiyaya qarşı fobiya demək olar hər gün daha da çox vüsət alır. Əgər düzünü demək gərəkirsə, ermənilər milliyyətçilik hissindən uzaqdırlar. Belə ki, müharibədən əvvəl ermənilər Azərbaycanda yaşayan erməniləri qəbul etməkdən imtina etdilər və onları sözün əsl mənasında taleyin hökmünə buraxdılar. Lakin Azərbaycan tolerant və sülhsevər dövlətdir. Azərbaycanda yaşayan erməniləri deportasiya etmədi və onlara sığınacaq verdi. Hazırda iki dövlət arasındakı münaqişəyə baxmayaraq Azərbaycanda 30%-ə qədər erməni yaşayır. Bu da onun sübut edir ki, Azərbaycanlıların mübarizəsi erməni milliyyətinə qarşı deyil, sadəcə onların işğalçı və separatçı siyasətinə qarşıdır. Bunu yatmış deyil, ayıq halda və bir dövləti idarə etməyə qadir siyasətçinin sahib olduğu dövlət dərk etməyə qadirdir. Ülker Musazadə, Səs TV.